Qanuni 4 otaqlı evdir, metroya gedən marşrut yolunun üzərində yerləşir və cəmi 57 min manatdan təklif olunur. Demək olar ki, 2 otaqların qiymətindən təklif olunur. Xudmani həyətinin sahəsi var, ətraf tamamilə yaşayışlı evlərdən ibarətdir. Qaz, su, işığı fasiləsizdir, mərkəz kanalizasiya var. Ev dövlət ipotekasına yararlıdır. Yerdən 5 daş kürsü üzərindədir, kombo aparatı burada quraşdırılacaq. Bir daha xatırlatmayayım, dövlət ipotekasına yararlıdır. Evin və torpağın küçəsi var. Həyətinin sahə bu qaydadadır. Gəlin indi daxil olaq evə. Deməli, koridordur, mətbəxdir, sanuzeldir. Bunlar istipoldur, dəyərli izləyicilər. Solla başlayaq. Davam eləyək. Qranit gördüyünüz yerlər istipoldur. Burada yerləşir belə bir yataq otağı. Qanuni 4 otaqlı ev 57 min manata heç bir yerdə yoxdur, özü də kutusalı. Bu fürsətdən istifadə eləməyi bacarın sözün həqiqi mənasında. Bura evin zal hissəsidir. Kondisioner və TV xətti çəkilib, istilmə kombi vasitəsilə təchiz olunur, radiator xətləri də çəkilib. Deməli, 40-40 fundament üzərində inşa olunub, mərtəbənin yekununda da beton kəmər atılıb. Bu növbəti yataq otağı. Daha sonra burada yerləşir evin sanuzeli. Nadir hallarda bu qiymətli 3 otaqlı evlər olur, nəinki 4 otaq. Bura mətbəx sahəsi. Baxın və sonuncu otağı göstərim sizə. Burada sonuncu otaq. Evin qiyməti 57 min manat hörmətli izləyicilər. Dövlət ipotekasına yararlıdır. Masazırda yerləşir. 6 nömrəli məktəbin yaxınlığında metroya gedən 569 nömrəli marşrut hərəkət edir. Metro avtovağzala gedir. Həmin avtobus yolundan son dayanacağına çox yaxın bir məsafədə yerləşir. 20-30 metr məsafəliyi mövcuddur. Qaz, su, işığı fasiləsində mərkəz kanalizasiya var. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.